Qazaxda ruhi xəstə oğlunu axtaran qadını maşın vurub. Hadisə rayonun mərkəzində baş verib. Qazax rayonunun 2-ci Şıxlı kənd sakini 1986-cı il təvəllüdlü ruhi xəstə Məqsəd Mustafayev hər gün kənddən rayon mərkəzindəki parklarda gəzməyə gedir. Axşamlar isə onu anası Şahlıq Mustafayeva evə qaytarırmış. Növbəti dəfə Şahlıq Mustafayeva rayon mərkəzinə oğlunun arxasınca gedərkən rayon mərkəzində Mercedes-Benz və Ford Transit markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində Ford Transit markalı avtomobilin sürücüsü idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Bu vaxt avtomobil səki ilə hərəkətdə olan piyada Şahlıq Mustafayevanı vurub. Yara aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ford Transit markalı avtomobilin sürücüsü 3 il azadlıqdan məhrum edilib. O cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.